Gəlin etiraf edək ki, özbək çörəklərinə heç bir çörək çata bilməz. Məsələn, özbək plovunu paylaşanda bəziləriniz öz aşımızı tərifləyirdiniz. Amma özbək çörəyinə bu cür yazmaq düşünürəm ki, haqsızlıq olar. Barakat restoranının özbək aşpazı Rahimcan Usta bizim üçün bir neçə çörək formalarının hazırlanmasını göstərəcək. Hal-hazırda isə ramaşka çörəyini hazırlayır. Özbək çörəklərinin hazırlanması elə də asan deyil. Cürbəcür forma və naxışlarına görə müəyyən bir vaxt aparır. Ümumiyyətlə özbək çörəkləri çox qədim tarixə və zəngin mədəniyyətə malikdir. Özbəkistanda çörək müqəddəs nemət sayılır və ona böyük hörmətlə yanaşılır. Biz necə qonaq qarşısına çay qoyuruqsa, onlar da çayla bərabər mütləq çörək də qoymalıdırlar. Və çörəyin üzərini qıpqırmızı qızardan xüsusi bir qarışım hazırlayırlar. Bu mənim üçün də çox maraqlı gəldi. Şef sağ olsun, bilməyənlər üçün də göstərdi. Süzmənin üzərinə quru süd, karbonat, soda, yəni əlavə edib qarışdırır və bu qarışım mütləq axşamdan hazırlanır. Səhər isə üzərinə su əlavə edilir və hazırlanan çörəklərin üzərinə çəkilir. Bizdə olduğu kimi özbək çörəkləri də müxtəlif bölgələrə görə fərqlənir. Non, obinon, lepyoşka, patir, qatlama kimi çörək növləri mövcuddur. Üzərlərinə isə bol küncü çörək otu istifadə edilir. Bu isə daha dadlı olmasına səbəb olur. Bu təndirlər isə ta Özbəkistanın özündən bura nəm halda gətirilib və burada bişirilib. Çörəyin xəmirinə isə maya, şəkər tozu, duz, su və əridilmiş yağ qatılır. Çörəyi özünüz yedikdə yağlı xəmir olduğunu hiss edəcəksiniz və çörəklər qramına görə kündələrə ayrılır və sonda qramına görə qiymətləri də vurğulayacağam. Hazır olmuş çörəklər isə təndirdən bu formada çıxarılır. Üzərləri qıpqırmızı xına kimi, həm də xırç-xırç xırçıldayır. Videonu bacardığım qədər qısa etməyə çalışdım, amma bunların da hazırlanmasını sizə göstərmədən keçə bilmədim. Həqiqətən də çörəklər sanki bir sənət əsəridir. Bunların maraqlı qəliblərinə və hazırlanmasına bir baxın. Həqiqətən də çox gözəldir, deyilmi? İzləmək belə insana zövq verir. 430 qramlıq bir azayın, 600 qramlıq 2 azayın, 2 kiloluq çörək isə 6 azayın təşkil edir. Səhər-səhər təndirdən təzə çıxmış çörəklərlə gəlib səhər yeməyi də yeyə bilərsiniz. Həm də çox sərfəli qiymətə. 4 nəfərlik setdə 3 isti yeməkdən ikisini seçə bilərsiniz. Səhər yeməyi seti 2 nəfərlik 15 azayın, 4 nəfərlik isə 30 azayın təşkil edir. Barakat restoranı Nərimanov metrosu, Metropark yaxınlığında yerləşir.